merhaba. Hepinize merhaba arkadaşlar. Bugün sizlerle hesap tanıtım eləyəcəyim. Hassasiyet, kontrol zat onları göstereceğim. Çünkü yorumlarda bir uşaq yazır ki hassasiyetinizi göster. Abi mən də hassasiyetini göstərsəm elə balaca gedəcək deyə video olacaq deyə elə promo paltarları, ayaqqabı, silahlar onları da göstereceğim. Hesaba keçid eləyək. Geldik. Buradan indi promo ayarlara girirəm. Baxın. Əsas burada bunlardan biridir. Bu atış butonu, görürsünüz atış butonu 53'də olmalıdır. Çünki 53'də olanda daha rahat kafa gedir. Və kontrollərdə birinci hassas dürbün. Bunları baxın da özünüz baxın. Belədir. Burada klassikdir birinci. Çünki mən elə xoşlayıram. Əgər vuruşlarınız sarı yox, ağ istəyirsiniz də bunları birinci klassik, ikinci yeni qoyandan sonra düz olub. Amma başqa heç nəyə deyməmişəm. Birinci başlıqlarındadır. Hassasiyet deyənə birinci Genel 199, kırmızı nokta 200, 2x dürbün 200, 4x dürbün 199, tüfek dürbünü 200, serbest kamera tuşu 199. Eğer kompüter oyuncuları, kompüterde oynayanlar varsa, əgər bunlar yəni 0, onlar görə çox pisdir. Çünki telefonda hassasiyetlər çox olmalıdır kafa geçsin deyə, amma kompüterlər daha əksinə az olmalıdır. Məsələn, kompüterdə 0, 1, 0, 2, 10 belə. Opsilər də yəni deyməmişəm, titrəşim zat eynidir. Hesabın içində belədir. Birinci paltarlardan başlayaq. Yine mən də paltar dəyişərəm. Belə bütün paltarlar bunlardır. Yəni bu. Buradan naturamız da var. Bu. Bunlar elə belə qız paltarlardır bunlar. Yəni 3 dənə də biri tralaladır bu. Biri tum sahur budur. Biri Google Gucci'de Squid Game'dəki olan, amma o qız karakteri dölməndə deyə açılmır. Papaqlar var. Yenə papaqlardan başında bu. Yenə bu var. Boya. Yenə bunlar. Saç. Bu papaq. Bu saç. Gözüm deyil dostlar. Mən bir dənə paltar dəyişim. Yox, yaxşı görsəm şeylər. Hə. Saç. Yəni bu. Yenə bu. Belə də sarı saç var. Bu var. Tikan baş. Mən buna kirpi baş deyirəm. Kirpi baş. Belə bir də papağımız var. Bu. Elə bunlar sonrası belə şeylərdir. Keç askılardan açıqı deyəndə yəni papaq başlıqlar da var. Yəni bu natural. Yəni bir də ağızlıq var. Maskadır. Yəni budur. Göz var. Kafes şapkası var. Bu var. Elə bunlar da açıklardan budur. Üzlərdən biri Joker üzdür. Biri bunlardır bəzəklilər. Biri Filfan 8 yaş olanda vermişdi. Biri də belə üzlü, qaş, göz. Mən buradan xoşlarımı göstərdim. Paltarlardan da yenə biri budur. Bu da qəşəng paltardır. Budur. Biraz yaxın. Belə. Yine bu. Hele siz bakın da. Yine budur. Yine bunlardı. Bu da şey. Bunlar kahramanda verip kahraman olanı. Bunu da kahraman olanda verip. Arkası doğuşan baş var arkasında. Yine gülen doğuşan baş nədir? Yine bunları da gösterim. Bu da qəşəng paltardır. Yine bu da yine qəşəng pistol. Bu dəmir paltardır. Burada da yay paltardır. Yani bunlar yay paltardır. Golcu değil. Yay. Bunlar qış paltardır. Qışda giyinirim. Bunlar qəşəng qış olanda. Yani buna bak. Pencə hesab. Şalvarlardan işte bu bir budur.
şalvar, bu qəşəng şalvar oxşuyur. Budur. Deyim. Şortikli. Bu da şortikli. Burada şortik kimi şeydi biraz. Joker şalvardı. Yine bunlar. Cins sattı. Sonra kızlar bile göstermedi daha bu kız paltarlarını. Ben şimdi buradan bunu koyacağım. Bu şey oldu. Paltarlardan ağzını koyak. Koyak bunu. Geçeydi. Saçtan yani bunu yap işte. Şşt, durdu. Çok şey oldu. Koyak bunu. Koyak. Ya da böyle koyak. Böyle bomba kimi. Saçtan. Yine bunu koyak. Bomba kimi durur. Süper. Şimdi neyse keçi ayakkabılara. Yine böyle dümdüz ayakkabı var. Bir daha bu. Bir daha da bu. Yine bunlar. Burada çiş ayakkabımız var. Makasinimiz var. Makasin olmasa da ayakkabı. Makasin hataydı. Yine bunlar. Değil. Bunlar obsesif kız şeylerde. Ben boncu ineceğim. Çiş ayakkabısı. Bir ifadelerden bu var. Hele bunu ben çıkarım. Onun yerine bunu bura koyar. Bunun da yerine bunu ver. Yine bu kahraman bu var. Vili. Buradaki neydi? Ay da itirdim. Gözəmən onun yerine koyup gələm dostlar. Hə dostlar. Yəni axırıncı da bunda qalmışdı. Bunda Vili. Kahraman. Bunda da hoppanır. Bunda elə. Burada bir tane bu var. Yəni, taxta. Sunkalardan yəni budur. Bunu elmasla açmışam. Budur. Özünüz baxın bir dənə. Bunun bir şeydir. Bunlardan ise bu da bir şeydir. Böyle içinde ağzında bomba olan bu yine bunlar da. Bence bu dursun, bu da bir şeydi. Paraşütlerden budur. Bunlar da. Ve bu şey paraşütü. Bu da ejderhadır. Doğuşan zaten. Yine bunun ne? Bu da futboldu. Ben bunu koyuram. Kaykaylardan budur. Yine bunlar da. Ben bunu koyacağım. Maşınlardan değil budur. Maskelet bu var. Bir de bu. Maşınlardan değil budur. Bu kalsın. Burada budur. Bunda budur. Burada yok. Maskeletler de budur. Buraya. Profillerde geçelim. Usta var. Onu koymuş. Ne koyak? Bakalım şuraya. Buradan bence bunu koyak. Ya da bunu koymayacak. Ustanı koyak. Bence bu usta daha geçer. Bu usta. Bunlardansa bunu bunu koyak. Bu da geçer durdu. Yine böyle. Diğerlerden ise bunlar yığıram dostlar. Bunlardan kutu açılımıza eləyərik. 86.000 qəpiyim də var. Onları da üstünə qoyub açacağım. Uşaqlar buradan mən bunu götürürəm. O başını kəsərəm hərəkəti.
götürdüm. 14 günlük verdi. Yani ifadeler dedim. Bunu çıxarım. Bunu koyayım. Baxın. Keçirəm indi. Amma üst paltarı qəşəng durmadı. Bir də tez onu eləyək. Yəni, yox, çox ağ oldu indi. Yəni, bomba üçün görə qəşəngdir uşaqlar. İndi keçirəm silahlara. Yəni, M4A1'dən yenə bunlar var. Yəni, AK-dən bir dənə rəng, Famous, M8. Yəni, budur. Budur. Plazmadan budur. AUK, yenə bu rəng, Parafal. Sonra bunun adı neydi? Yalı çapqını, hə. Adı budur, bu da var. Buradan da G36'dır bu da. Yəni bunlardır. İndi keçirik ikinciyə. Budur. Sonra buradan bu var. 100 cüzası. 10 rəngimiz var 2 dənə. Yenə bu. Bu MP5'lərdən yenə bunlardır. MP40'dan budur. Mən ölü vuruşu da var. Ölü vuruş budur. Parafalda da var elə ondan. Deyin. Neyse MP40, P93 tane rəngim var. Bu. Mən çox birincini xoşlayıram. Macon 2 dənə yenə budur. Biz onlardan bu var. Mən açıq rənglər daha çox xoşlayıram. Ona görə onları qoyuram. Pompalar. Bundan da ölü vuruşum var. Açın bir dənə bunu. Tez açılsın, açmamışam. Bir də budur. Bunu da elmasdan açmışam. Bir də budur. AVM'lərdən 2 rəngim var. Budur. Bir də budur. Kar 98 yoxdur. M24 rəngim var. Tapancalardan Deagle var. Yenə belə. Uzi var. Yaxın tavalardan bütün yaxın silahlar rəngi var. Tava. Yenə budur. Mavi budur. Bundan bax bu var. Yenə ən xoşladıqlarımdan bu var. Amma bu incədir, xoşuma gəlir. Bu sopadan yenə bu var. Anahtardır. Budur, bir də budur. Katanadan yenə biri budur elə, bir dənədir. Bu tırpandan biri budur, bir də budur. Bu fırfır bıçağından elə bir dənədir. Yumruq yoxdur, amma almaq fikrim var. Elmas yüklüyüb elə açılım eləyəcəm. Bomba yenə bunlardır. Budur. Yenə budur. Mən bunu xoşlayıram. Yenə buz rəngləri yenə biri budur. Öz indirilsin. İndirməmişəm. Bu indirilmir, amma buradan baxın da. Budur. Vəssalam. Mən bunu qoşum. Bu şey. Neyse bu qədər. En çok işlətdiyim silahlardan birinci yerdə MP5'dir, Max'dır, 5 səviyyədir birinci yerdə. İkinci yer pompalıdır, 8 gülləli, olmaq 7. Üçüncü yer MP40'dır, ən çox işlətdiyim silahlar. Üçüncü yerdə P90, sonra 10, sonra 2 güllər pompalı, tam sonra Parafal, M8, AK-47, Groza, nə bilim pompalı, tapanca, deyə gedir də belə. Ən axırıncı, ən az işlətdiyim silah. Yəni, bu da heç bunu da işlətməmişəm bu yerdə zətdə. Yəni, Famous, USP, belə də. Yəni, videomuzun burada sonuna gəldik arkadaşlar. İzlədiyiniz üçün çox təşəkkür ederim. Like atmağı, abunə olmağı unutmayın. Sağ olun arkadaşlar.